اللعين الرجيم والصلاة والسلام على أشرف الأنبياء والمرسلين أبي القاسم محمد المصطفى وآله الطاهرين. بسم الله. Şəhidlərimizin qəriq rəhmət olmaları üçün Peyğəmbər və Əhl-i Beytinə salavat zikr edək. Günahların bağışlanması üçün bir daha salavat zikr edək. Yasin surəsi 45-ci ayədə Allah Teala buyurur. Ayənin məzmununu çatdırıram. Deyir, o zaman ki insanlara deyəndə ki İttəqu mə beynə eydikum və mə xəlfəkum, qarşınızda və arxanızda. Ma isim mövsuldur, yəni o şeylər ki, tərcümə eləyəndə kəlmə olaraq belə olar. O şeylər ki, qarşınızda və arxanızda, ondan qorxun. İttəqu mə beynə eydikum və mə xəlfəkum. Ərəb dilində qarşı bir hissə olaraq, arxa bir hissə olaraq müxtəlif cür kəlmələr var. Məsələn, əmam qarşı deməkdir, buddam qarşı deməkdir, beynə əydi qarşı deməkdir. Yəni, qarşı kəlməsini, ön kəlməsini ifadə edən müxtəlif kəlmələr var. Həmçinin də arxa, məsələn, vara arxa deməkdir, xəlf arxa deməkdir və buna bənzər kəlmələr. Yəni, bir neçə kəlmə var ki, bir mənanı ifadə edir fərqlə. Kəlmə olaraq tərcümə eləyəndə ayənin mənası yerinə oturmur. Necə yəni Allah Teala deyir ki, biz insana deyirik ki, qarşında olan və arxanda olandan qorx. Məsələn, mənim qarşımda sütundur, arxamda minbərdir. Mən sütundan və minbərdən niyə qorxmalıyım ki? Deməli, Allah Teala mənə mənasız və faydasız bir məktub ünvanlamaz. Belə bir nida eləməz. Qarşında olan sütundan və yaxud ağacdan, arxında olan divardan qorx. Deməli, məqsəd qarşı və arxa deyil. Yəni, istiqamət olaraq. Sağım, solum, ön hissəm, arxa hissəm. Məqsəd sağ, sol, yəni məkan zərfliyindən getmir. İstiqamətdən getmir. Bu və buna bənzər ayələrdə məqsəd bölünür insanın həyatının iki hissəsinə. Bir, dünyaya gəldiyi, dünyada yaşadığı dönəm, bir də dünyadan köçəndən sonra. Buna işarədir. Qarşı, insanın qarşısında olan, arxa, öləndən sonra. İnsanın əməlləri, yəni insan dedikdə bir şey nəzərdə tutulur dində. İnsan yəni nə? Əməl. İnsan bərabərdir nəyə? Əməl. Əgər əməli varsa, həmən o əməl onu cənnətə aparacaq. Əgər əməli varsa, həmən o əməl onu cəhənnəmə aparacaq. Əgər xeyir əməldirsə, Allahı razı salan əməldirsə, o əməl insanı cənnətə aparır. Əgər şər əməldirsə, həmən o əməl insanı nədir? Cəhənnəmə aparır. Deməli, insan yəni əməl. Əməli olmayan varlıq insan sayılmır. Yəni, hər hansı bir varlıq ki, niyyət eləyə bilmir, xeyri şərdən ayıra bilmir və haqq batil bilmir, həmən bu şəxs, bu vücud insan deyil. Deməli, Allah Teala
Fəqət Quranda yox. Qurandan öncə nə qədər kitab varsa, nə qədər ilahi göstəriş varsa, insana olan birinci təklifi budur. Qarşında və arxında olan, yəni özünlə diri olan vaxtı əməllərə diqqət elə və öləndən sonra da olan əməllərə diqqət elə. İndi ola bilsin bir nəfər desin ki, insan diri vaxtı yaxşı fikir verə bilir. Məsələn, bu yaxşıdır, bu pisdir, bunu eləyim, bunu eləməyim və yaxud elədim də, işlidə oldu. Bəs öləndə insan belə bir ixtiyar, qüdrət sahibi olurmu, ya yox? İndi onun incəliyinə fikir verməzdən öncə bir müqəddiməyə ehtiyacımız var ki, Quran-ı Kərimdə ki, Allah Taala məcaz deyilən bir anlayış, bir üsul istifadə eləyir. Məcaz nədir? Məcaz həqiqətin əksi. Yalan yox ha. Məcaz yalan demək deyil. Hər həqiqətin əksi və yaxud digər bir forması o yalan sayılmır. Kəlmənin məcazi mənası o istifadə danışıq tərzində hər dildə var. Hər dildə belə bir şey var. Məsələn, Quran-ı Kərimdən bir misal götürək. Peyğəmbər və Əhl-i Beytinə salavat zikr edək. Deməli, Allah Teala buyurur: "Və men kana Bismillahirrahmanirrahim və men kana fi hadihi a'ma." Əgər mümkündürsə, ya siz danışın, biz dayanaq, ya biz danışaq, ya siz danışın. Bir seçim eləyin, işimizi biləyik. Danışırsınızsa mən gedim. Salavat zikr edək. Deməli, Allah Teala buyurur: "Və men kana fi hadihi a'ma." Kim bu dünyada kördürsə, "Fehuve fil ahireti a'ma." Ahirette de ne olacaq? Kör olacaq. Yəni, bu ayədən belə başa düşmək olarmı ki, məsələn, nə qədər kör var? Xəstə. Anadan gəlmə, sonradan. Kim bu dünyada kör oldusa, ahirette de ne olacaq? Kör olacaq. İndi ahirette de kör olacaqsa, o kör olmaq onu hara aparacaq? Cəhənnəmə. Ayənin ardı belədir. Və adallu səbilə. Yolun zəlalətdə olacaq və yolun cənnətə tapa bilməyəcək adam. Adallu səbilə. Bir var dal, yolun azmış, bir də adal. Belə götürək də başa düşmək üçün. Kəbir və əkbər. Kəbir böyük, əkbər nədir? Daha böyük. Dal, yolun azmış, adal, azğınlıqda həddin aşmış. Allah buyurur ki, bu dünyada kör olan, ahirətdə də kör olacaq. Və səbil yol deməkdir, cənnətə aparan yol, haqq, Allahın mərhəməti, Allahın lütfi, Allahın bağışlaması, ona bu adam nədir? Gedib çıxa bilməyəcək. Çünki ahirətdə onun vəziyyəti dünyadan daha çox ağır olacaq. Məsələn, ahirətdə dünyada zəlalətdədir, ahirətdə olacaq nə? Adal, kəbir, əkbər. Yəni, zəlalətinin ən zirvəsinə yetişəcək. Yəni, bir qısa misal vuraq da, insan yalan danışar, bu dünyada yalan danışar. Kimisə yalancı hesab eləyər. Amma mələyi sən yalancı və təkzib eləmək, bu zəlalətin nə idi? Zirvəsidir. Məsələn, mələkələr gəlib insana deyəndə ki, məsələn, sən bu işləri görmüsən, deyəcək, xeyr, mən eləməmişəm. Mələkələr ona kitab təqdim eləyəcək, yazı. Yazı təqdim eləyəcək. Məsələn, 1005-ci ildə ölüb, qiyamət günü də neçə mininci ildə olacaq, Allah bilsin. Olacaq, amma ilim bilmirik də, Allaha məxsus olan bir gündür. Gün, yəni tarixə daxil olan bir hissə. İl var, amma nə vaxtı Allah bilər. Deməli, kitab veriləcək qədim ömürlü bir kitab, 1000 illərdir. Mələkələr o kitabı bir insan üçün neynir? Saxlayır. Mələkələrin kitabxanası var. İnsan əməllərinin qorunub saxlandığı kitabxana, kitab halında.
Hər bir insanın kitabı var. Sağ əlinə verildisə, qarşıdan verildisə, o işarədir ki, bu adamın yolu cənnətədir. Sol əlinə verildisə, arxadan verildisə, deməli, bu adam nədir? Sonu cəhənnəmdir, nəuzu billah. Deməli, kitablar mələkələr tərəfindən qorunub saxlanılır. Təqdim olunacaq, deyəcək, mənimdir bu. Mələk təqdim edir, mələk. Yəni, günah eləmir, nə unutmur, nə Allaha asi olmur. Yox, bu mənim deyil, qardaş, bu sənindir. Mən özüm yazmışam, sənin sağ çiynində, sol çiynində dayanıb, 50-60 il nə eləmişsənsə, hamısını yazmışam. Yox, mənimdir. Və əl-əyaq ki, o Yasin surəsində buyurur, Allah Teala bu günləri ağzı, bu ki, təkzib eləyən ağzı neynəyəcək? Möhürləyəcək və onun əvəzinə əllər əydihim, ərculuhum, başqa ayələrdə culuduhum, dəriləri, əyaqları, əlləri neynəyəcək? Danışacaq. Və insan da etiraz eləyəcək, bu da Quran ayəsidir. Mənim əleyhimə niyə şahidlik eləyirsiniz? Ey əlim, ey əyağım, ey filanım. İndi Azərbaycanda belə bir xəstəlik yayılıb. Məsələn, hər hansı bir din xadimi və yaxud Qurandan danışan bir insan, dindən danışan bir insan, belə bir şey danışanda bir xarici ölkələrdə olan bir inkişafı qoyurlar. Məsələn, dron uçur və yaxud robot hərəkətə gəlir. Mən də danışıram ki, insanın əyağı danışacaq. Yəni, onlar qabağa gedir, biz hara gedirik? Dala gedirik. Onlar inkişaf eləyir, biz nədir? İnkişafdan geri qalır. Yəni, Qurandan, hədisdən danışanda o insanı neynir? Atır geriyə. Necə yəni insan? Əl danışar, əyaq danışar, dəri niyə danışsın ki? Dəri, yəni bu onlar üçün nə sayılacaq? Qurana, dinə iman gətirmək üçün gülməli bir şey sayılacaq. Yəni, Qurandan danışmayaq və hədisdən də danışmayaq ki, kimlərinsə xoşuna gəlməyəcək. Bax, diqqət eləyin, həmən bu paylaşım eləyənlərin hələ özün oturub bir stol arxasında qoysun ki, sən bu elmə, bu elm dənizinə, bu inkişaf dənizinə nə xeyrin olub? Nə xeyrin olub da? Yəni, nəyi icad eləmsən? Nəyin icad olunmasında bir vəsilə olmuşsan? Din sənin gözünü tutdu, görmədin, qulağını tutdu, eşitmədin, ağzını tutdu, danışa bilmədin, əlini bağladı din, qələm götürə bilmədin, kitab aça bilmədin. Əksinə, din insandan tələb eləyir ki, elmə sövq eləsin. Allah Quranda ki, buyurur, səmalara nüfuz eləyin. Səmaya neynə nüfuz olunacaq? Yox, neynə nüfuz eləməzsən sən? Səmaya necə nüfuz eləyəcəksən? Və yaxud Peyğəmbərin elm tələb olunması haqqında göstərişləri, ölənə qədər elm tələb eləmək göstərişləri, din elmi öz yerində və dünyanı nizama gətirən elm öz yerində. Din qədər elmə sövq elətdirən ikinci bir şey yoxdur. Məsələn, Quran ayələr var. Bilən insan bilməyəndən nədir? Üstündür. Hətta o kafirlər ki, Allahı tanımayıblar, bəşəriyyətə xeyir veriblər, təbiətə xeyir veriblər, nəsə bir nəzəriyyə ilə, nəsə bir kəşflə Allah onların xeyir əməlini cəzasız qoymayacaq, mükafatsız qoymayacaq. Ya bu dünyada ona nəsə verəcək, ya da axirətdə ona nəsə verəcək hövlü qüvvəsi ilə. Aydın? Hər halda deməli, insanın əli də, əyağı da, dərisi də qiyamət günü nə olacaq? Danışacaq və insanın leyhinə və əleyhinə iqrar və şahidlik eləyəcək. Deməli, kim bu dünyada kördürsə, axirətdə də kördür ayəsini
kəlmə olaraq götürmək olmaz. Ərəb dilində götürmək olmaz. Onun məcazi mənasını götürəcəyik ki, kör, yəni qəlbin körlüğü, haqqı görməməzlik. Bilir bu haqqdır, amma onu nədir? Görmək istəmir. Belə bir insanlar bu dünyada belədirsə, axirətdə nə olacaq? Bunların azğınlığı daha şiddətli hala gələcək. Buna görə belə deyək də, Quran üçün ən azından şəxs bir ibtidai səviyyədə ərəb dili bilməlidir. Tərcümələr müxtəlif cürdür. Məsələn, bu bir cür tərcümə eləyər, o bir cür tərcümə eləyər, başqası bir cür tərcümə eləyər, başqası mötərizə verər, o birisi mötərizəni də verməz. Sən ərəb dili bilmirsənsə, bunun tərcüməsinə möhtac qalaraq, onun səhvini sən nə edəcəksən? Davam elətdirəcəksən. Və hal-hazırda Səudiyyədə həc vaxtı Quran paylanır müəyyən təşkilat tərəfindən. Azərbaycan dilində. Bizim Azərbaycan dilində. Deməli, adətən Qurandan olmayan izah mahiyyətli kəlmələri mötərizənin içində verirlər ki, yəni oxucu bilsin ki, bu Quran deyil, bu izahdır. Amma mötərizəsiz olan hissələr oxucu bilir ki, bu Quranın nədir? Hissəsidir. Məsələn, Nur surəsinin 11-ci ayəsində Səudiyyədə və milyonlarla həclərə paylanan Azərbaycanca Quranda mənim əlimdədir. Yazılır ki, ey Ayşə, mötərizəsiz. Ayşənin adı Quran-ı Kərimdə yoxdur. Söhbət Ayşə yaxşıdır, pisdir, Peyğəmbərin zövcəsidir, zövcəsidir, imanlıdır, bundan getmir. Söhbət tərcümədən gedir. Tərcümə. Səudiyyə kimi bir, belə deyək də, dinin mərkəzi Quranın tərcüməsində nədir? Düzgün addım atmır. Ayşənin adı Quranda yoxdur. Onu, belə deyək də, indi mən müəyyən adamlar var, onlarla danışacağım ki, ikinci dəfə bu nüsxəni çap eləyəndə ya mötərizədə verin, ya da ki, heç verməyin. Çünki iki ehtimal var ortada. O ayənin Ayşəyə adiyyəti olduğunu deyənlər var, hədislər var. O ayənin Mariyə Qibtiyyəyə aid olduğunu deyənlər var və hədislər var. Mövzu ixtilaflıdır, yəni bir manalı deyir ki, yox, vəssalam, budur, ikincisi nədir? Yoxdur. Mötərizə verirsənsə, ikisinin də adını yaz. Ayşə və Mariyə Əl-Qibtiyyə, kəniz. Peyğəmbərin kəniz zövcəsi. Hər ikisinin səhih hədisləri var və müzakirəsi var. Hər halda Səudiyyənin payladığı o Quran, belə deyə də, məzhəb müdaxiləsi olub ora. Allahın kitabına olmayan kəlməni salıblar və mötərizəsiz. Bu da səhvdir və belə deyək də, Quranda belə işlər görməyə olmaz. Deməli, Quran-ı Kərimdə ayələr var, zahiri bir cürdür, batini sənədi bir cürdür. O qəbildən İsra surəsi 72-ci ayə. Kim bu dünyada kördürsə, axirətdə də nə olacaq? Kör olaraq qalacaq. İndi bu müqəddimədən sonra Quran-ı Kərimdə kəlmələr, bir kəlmə müxtəlif mənalarda gəlir. Bir ayədə bir mənadadır, digər ayədə başqa mənadadır, üçüncü ayədə başqa məna, beşinci ayədə tam başqa bir məna. İndi misal olaraq birinci bir kəlmə seçək. Bu müqəddimədir, müəyyən elə bir mövzular təqdim edəcəm Qurandan. Bu müqəddiməyə ehtiyacımız var. Yəni, Quranda olan bir kəlmə hər yanda eyni mənada deyil. Əgər hər yanda eyni mənada olsa, hələ bu kör kimi aləm qarışacaq bir-birinə. Allah kafirə də kör deyir. Köra da nə deyir? Kör deyir. Harda köra kör deyir? Diqqət edin, Peyğəmbərə salavat göndərin.
Əbəsə surəsi. Əbəsə və təvəllə. Ən cəəhul ə'mə. Kör, xəstə insan onun yanına gələndə bu adam üzün gözün neynədi? Turşutdu. Kör gəlir bir şəxsin yanına. Bəziləri deyir, çox təəssüflər olsun, Peyğəmbərimizdir. Məsələn, İsa aleyhissalam əlin çəkir, körün gözün qaytarır. Amma bizim bəzi araşdırmasını düzgün aparmayan alimlərimiz isə deyir, nədir? Peyğəmbər gözün turşudub ki, kör nədir? Körsən, otur kör yerində də, hara gəlmirsən sən? Mənim başqaları ilə göz görənlərlə işim var. Peyğəmbər belə şey eləyərmi? Deyirlər, eləyib, heç problem yoxdur orada. Və bu kör nə üçün gəlir? Yezzəkka. Paklanmaq üçün. Allahın xoşuna gəlmək üçün. Cənnətə getmək üçün. Amma Peyğəmbər nə edir? Sən vaxtında gəlməmsən. Sən 12-dən sonra gəl, adam olmayanda. Səhvdir, Peyğəmbər deyil. Amma deyənlər var. İndi bu da kördür. İsra surəsindəki də nədir? Kördür. İsra surəsində olan ə'ma cəhənnəmlidir. Amma Əbəsə surəsində olan ə'ma cənnətlidir. Diqqət edin. Yəni, ə'ma Quranda hər yanda elə şey deməkdir, kafir deməkdir. İsra surəsində kafir deməkdir. Əbəsədə də nə olmalıdır? Kafir. Allah deyir, bu cənnətə getmək istəyir. Amma mənim səhv araşdırmam bu adamı hara aparacaq? Cəhənnəm. Və yaxud yox, hələ kör, əgər gözü açıq olan, gözü görən normal insan kimi iman gətirdi, halal harama riayət elədi bacardığı qədər, cənnətə gedəcək, əməl eləmədi, neynəyəcək? Cəhənnəmə gedəcək. Kör olmaq insanı cənnət cəhənnəmdən, məsələn, kördür, gəlirsən, ona dəlil, sübut təqdim edirsən ki, qardaş, məsələn, belədir də, deyir, yox. Deyirsən ki, axı, bunun, məsələn, birin üstünə bir gələndə 2 eləyir, səndən niyə o 8 eləsin ki? Yox, mən qəbul eləyəm mənə. Məsələn, yanıma bir nəfər gəlmişdi, Qədir mənə deyir ki, mən dinə qarşı münasibətim dəyişib. Mənim dinə qarşı münasibətim dəyişib. Dedim, bəlkə dindara qarşı, yox, dedi, hələ dinə qarşı. Dedim, axı, biraz belə yaxşı çıxmır, axı, yəni Allah dindir, Peyğəmbər dindir, cənnət, cəhənnəm mövzusu dindir, Quran dindir, sən bunlara qarşı niyə fikrin dəyişsin ki? Deməli, adam kəlmədə istifadə eləyir və heç bilmir ki, onu nə məqsədlə istifadə eləyir. Sonra misal çəkir ki, tanıdığım 1-2 nəfər var, onlar belə-belə işlərlə məşğuldur. Deyirəm, axı, mən sizə dedim, axı, dindar başqadır, din başqadır. Aydın, o qədər dini təmsil eləyən adamlar var ki, bu deyir, mənim yolum haqdır, o deyir, mənim yolum haqdır. Bu deyir ki, məsələn, 70 ildə, 80 ildə hamı səhvsüz, bugündən düzü mən təqdim eləyəcəm sizə. Bu, dindar sayılır, dinin təmsilçisi, dinin düz yolun göstərən adam. Deyir, mənəm, tamam, desin. Amma dinin bu adama dəxli varmı ya yox? Yox. Çünki bu öləcək, gedəcək, bu yarı yolda səhv işlər görəcək, onun dinə heç bir adiyyəti yoxdur. Yəni, təbliğat elə gedir ki, dindar, din, belə deyək də, donunda olan, dindən danışan adam bir səhv iş görən kimi din nədir? Olur pis. Misal çəkim, sadə misal və gündəlik yaşayışımızda da var və psixoloji, şuuraltı beynimizdə də var, hamımızda. Bax, biri din və sərvət, misal götürək. Var dövlət, sərvət və din. Hərəsinin bir nümayəndəsini qoyuruq ortaya. İkisi də harda şərəfsiz, alçaq işlər var, onunla məşğuldular. Bu milyonu olanda
Və bu din mənsubudur. İndi pulu var ya yox, ondan işim yoxdur. Mən misalım məhduddur, diqqətli olun. Hamımız bu gündür. Bu var dövləti təmsil edən şəxs hər cür şərəfsizliyi eləsə, pullu olmaq, var dövlətli olmaq, sərvətli olmaq heç kimin gözündən düşmür. Düşür ya düşmür? Düşmür. Amma din nümayəndəsi dini səhv istifadə eləyəndə və dinlə səhv işlər görəndə, qan tökür, filan eləyir, onda nə gözdən düşür? Din gözdən düşür. Bu nətər olur ki, bu pul da gözündən düşsün də ki, filan kəs milyoner nə qədər zina eləyib, ərli arvadlarla zina eləyib, sonra uşaqların qanın bədənindən çıxardıb, öz qanına vurub, mənəm süd gölündə çimib, cəmaat acından küçədə, qapıda əlində stakan bir qab dayanıb ki, mənə bir tikə o sudan, süddən ver, busa o süddə üzür. Niyə axı o sərvət gözünüzdən düşmür? Onun da təmsilçisi şərəfsiz, ləyaqətsizin biridir. Dini təmsil eləyəndə şərəfsiz, ləyaqətsizdir. Orada düşür, burada düşmür. Və buna bənzər misallar çoxdur. Alimdir, elmi təmsil eləyir, biri də dini təmsil eləyir. Hər cür şərəfsizliyi eləyir bu alim. İnsana yaraşmayan bütün işləri eləyir. Elm, tibb gözdən düşmür. Məsələn, insan orqanlarını satan və insanları öldürüb için, belə deyə də dünya malı üçün, belə də orqan alveri ilə məşğul olanlar, həkimlər, tibb gözdən düşmür. Amma bir nəfər din mənsubu, din iddiaçısı, məsələn, hər hansı bir ictimai qınağa səbəb olan bir günah eləyəndə orada nə gözdən düşür? Niyə? O da tibb də düşsün də gözündən. Çünki filan kəs həkim neynədi? Şərəfsizlik elədi. O şərəfsizliyi, onun elədiyini, 1/3 din adamı eləyəndə din gözdən düşür. Məsələn, hərbiçi xəyanət eləyən varmı? Siyasətçi xəyanət eləyən varmı? Həkim, o, bu, hər təbəqədən orada mövzu qalır fərdin üstündə və onun mənsub olduğu quruma heç bir adiyyəti olmur. O, parlaq, bərbəzəyində qalır. Bir dənə din. Məsələn, şərəfsiz müğənni varmı? Var. Şərəfsiz dindar varmı? Var. Müğənnilik, musiqi, bu aləm, incəsənət öz gözəlliyində qalır, baxmayaraq ki, bu şərəfsizdir. Amma din, adam üz döndərir ki, mənə belə din lazımdır. Çünki filan kəs belədir. Məsələ, belə deyə də, çox elə pis təbliğ gedib ki, belə deyək də, bir nəfər müğənnidir, video paylaşır ki, yoldan keçirdim, gördüm filan kəs Axundun Novxanıda bağı var. Novxanıda bağı var. Novxanıda nə qədər bağ var, nə qədər villa var. Sən niyə onları görmürsən? Məhz Axundun villası. Yəni, Axundun villası olsa, Axund pisdir. Axundun bahalı maşını olsa, Axund pisdir, din pisdir. Çünki meçidin nəzir qutusu ilə bu, o bahalı maşını alıb. Bəs bu həkim dövlət maaşı ilə o bağı ala bilməz axı, o nətər alıb? Və yaxud bu siyasətçi bu göydələni dövlət maaşı ilə tikə bilməz axı, o nətər tikdi? Ora çatanda bu müğənni susur. O qədər bağ, villa, heç biri gözünə girmir. Novxanıda olan Axundun bağ girir bu adamın gözünə. Niyə? Çünki adət belədir də. Yəni, bir din xadimi, belə deyək də, din xadiminin şalvarı cırıq, köynəyi cırıq, saçı
belə deyə də dağınıq, köynəyində ləkə və 3 metrədən pis qoxu gəlməlidir ondan, qarnı yekə, idmana getməməlidir, sağlam olmamalıdır. Sportzalda da görəndə bu burada nə işlə məşğuldur, bunun yeri deyir axı bura. Bu cür nə elə bir ab-hava yaradılır. Hər halda dindar bir iş görəndə din pis olur, amma başqa istiqamətlər, başqa insana kəşf olunmuş hər bir səmt nümayəndəsi bir heç kimin eləmədiyi, heç bir dindarın eləyə bilməyəcəyi günahı eləyəndə o mövzu qalır elə öz haqlığında, sadəcə olaraq fərd mühakimə olunur, ondan da mövzu bitir. Hər halda bu müqəddimədə dayanaq, çünki mövzumuz kafir kəlməsində olacaq. Sabahları Allah qoysa davamını eləyəcək. Ki, kafir Quranda hər yanda hələ bildiyiz kafir mənasında da ya yox. Quranda qeyd elədiyim kimi bu kör kəlməsi, ə'ma, ərəb dilində deyilir ə'ma. Bir yerdə mömindir, o birisi yerdə nədir? Cəhənnəmə gedəcək şəxsdir. Yəni, ona görə ən azından şəxsin Quran haqqında fikirlər söyləməsi üçün, bax belə eləyib, qardaş, bu ortanı oxu tərcümə elə, ona gücü çatmırsa, o Qurandan danışmağa ixtiyarı yoxdur. Niyə? Çünki başqasının səhvi, çünki o da belə səhv eləyə bilər də, səhvin götürüb haqq kimi sən başlayırsan cəmaata neynəməyə, təqdim eləyə, çünki xoşun gəlir. Çünki neynir xoşun gəlir. Məsələn, belə bir əqidə var. Quranda yoxdursa halaldır. Quranda yoxdursa nədir? Olar. Məsələn, bir nəfər var, oxşir Azərbaycana qurbağa əti gətiriblər satdığa. İndi ola bilsin də bu, nədir onun adı? İlbiz bu yeyilirsə, qurbağa döndü, belə deyə də, Yapon mətbəxi kimi, yəni nə kimi, bu arada dindən zatdan danışır televiziyada. Adını çəkməyim, adam narahat olar. Qayıdır deyir ki, qurbağa əti yemək olar, halaldır, çünki Quranda yoxdur. Yaxşı, it əti, fil əti, şir əti, çaqqal əti, nə deyim, sovlu, siçan, Quranda yoxdur ki, bunlar halaldır ya haramdır. Deməli, sovul nə olacaq? Nə olacaq? Halal olacaq, çünki Quranda yoxdur. Qurbağanı belə halal eləyirsənsə, onda it, pişik, sonra siçan, bunları da nə eləməlisən? Halal eləməlisən. Çünki Quranda bunların halal haramlığına bir şey yoxdur. Əgər bu əqidə ilə Qurana yanaşdın, bu heyvanlar da sənin üçün olmalıdır? Halal. Quran ensiklopediya deyir ki, bütün heyvanların adı gəlsin və orada onların haqqında nə olsun? Məlumat verirsin. Məsələn, hansı quşlar halaldır, hansı quşlar haramdır? Gəlin görüm. Yoxdur. Yəni, quşun halallığı, haramlığı haqqında Quranda nədir? Bir məlumat yoxdur. Hansı quşlar halaldır? Caynaqlı, caynaqsız, ət yiyən, yeməyən, süzməyi çox olan, qanat çalmağı çox olan, az olan, heç biri yoxdur. Ümumən, quş halaldır ya haramdır, belə bir söhbət yoxdur. Quranda ayə var. Həmən bu, Quran mənə yetərlərsində də bu. Deyir ki, Quranın halalı halaldır, haramı haramdır. Çünki Allah Teala Quranda hər şeyi izah edib. Yaxşı. Meytə kəlməsi var Quranda. Allah sizə meytəni və qanı haram edib. Meytə yəni diri olmayan heyvan, ölü. Gəldin, açdın tövləni, gördün qoyun ölüb. İnək ölüb, toyuq ölüb. O nə sayılır? Meytə. Onu Quranla yemək nədir? Haramdır, olmaz. Çünki haram kəlməsi gəlib.
Sizə haramdır bu. Meytə və dəm. Meytə və dəm. Dəm qandır, meytə də bu ölü heyvan. Haramdır. İndi mənə Quran yetər deyən şəxs. Balıq yeyirsən ya yox? Balığı necə yeyirsiniz? Elə yox, sümüklü, sümüksüz, pullu, pulsuz yox, o mövzu deyil. Balıq sənin evə necə gəlib çıxır? Ölür də, dükanlardan balığı, ancaq diri balıq yiyəcəm, elə deyir ki, balıq bütün müsəlman ölkələrində, dükanlarda, marketlərdə, bazarlarda nədir? Ölüdür. Quran da deyir ki, ölü heyvanı yemək nədir? Haramdır. Niyə yeyirsiniz? Niyə Quranın əleyhinə gedirsiniz? Niyə Quranın əleyhinə gedirsiniz? Bu bir. İkincisi, qan haramdır. Yeyilməsi haramdır. Hansı ətin içində qan yoxdur? Var da, onu belə sümürüb çıxardan bir alətimiz yoxdur ki, heyvanın bədənində bir zərrə qədər qan haramdır, olmaz. İstər kasada gətirsinlər sənə bir kasa qan, istər nəyinsə içində olsun, qan haramdır, yeyə bilməzsən. Müsəlman, Qurana inanan, qan yeyə bilməzsən. İndi heyvanın ürəyi, ciyəri, böyrəyi, əti, içi qandır ya yox? Qandır. Niyə yeyirsən? Harda yazılıb axar qan olar, axmayan olmaz. Hanı da? Quranda hardadır ki, axan olar, axmayan olmaz. Deməli, balıq ölüb, yeyirsiniz və heyvanın ciyəri də qandır. Qara ciyər nədir? Qəşəng qızardıb, yeyirsiniz. Ürəyi qandır, böyrəyi qandır, əti qandır. Üstün yuyursan, sən onun için mümkündür. Hələ yemək bişirəndə də görürsən ki, qara-qara ətin içi şeydir. Qan haram deyir, qardaş, niyə yeyirsən? Onda gərək biz, o vegetarianlar haqdır. Yəni, canlı, heyvanı yemək haramdır deyənlər, ancaq otla, ocaqla dolananlar hələ Quranla gedir. Niyə? Çünki qan haramdır. Qanı heyvanın bədənindən çıxartmaq mümkün deyil və Qurandan başqa da heç nə qəbul eləmirəm ki, hədisdə gəlsin ki, axan qan nəcisdir, yemək olmaz, heyvanın bədənində qalan qansa pakdır, yemək olar. Bu hədisdədir. Quranda belə bir şey nədir? Yoxdur. Və balıq, şəriət gəlir, deyir ki, onu xüsusi kəsimi, üzü qibləsi, o sudan diri çıxdı, ölünü öldü. Məsələn, çıxartdın Xəzər dənizindən. Gedirsən şeyə, məsələn, bir 4 saatlıq, bir 10 günlük yol, həccə gedirsən. Piyada düşmüsən, 10 dənə də balığı çiynində gedirsən. Yeyə bilərsən, onları yayı. Qurandan yeyə bilməzsən. Çünki məytədir, məytəni yemək haramdır. Şəriət gəlir, deyir ki, hər məytə yox. Hər məytə yox. Balıq nədir? Quruda öldüsə, müsəlman, kafir fərqi yoxdur. Məsələn, kafir balığı torla tutdu, tökdü gəmisinə, gətirdi, Türkiyədə başladı satmağa. Balıqlar da hamısı ölüb. Amma bir gəmi ölü toyuq gətirə, başı üstündə kəsilməyib. Yeyə bilərsən ya yox? Balıq da öldü, bu da öldü də. Siz müsəlmanlar heç bilmirik nə istəyirsiniz. Sizə nə lazımdır? Balıq ölür, yeyirsiniz, toyuq ölür, yemirsiniz. Mən Quranla gedirəm. Yaxşı, Quranla gedirsən, balığa da yemədə. Toyuq öləndə olmaz, amma balıq öləndə olar. Belə, yəni heç özləri də bilmirlər nə istəyirlər. Mənim onlara tövsiyəm budur ki, kursa gedin, kurs. Ərəb dili kursuna ged, Andreyin yanına. Bir, belə deyək də, mənim adım filan kəsdir, mən filan yerdə yaşayıram. Ən azından bir il vaxtı sərf elə, Quran kəlmələrinin kəlmə olaraq heç olmasa hərəsinin 2 mənasını öyrən. Açdım, məsələn, ruhun bir yerdə mənası bədəni idarə edən,
heyvani hissləri qoruyan bir qüvvə, digər yerdə mələk. Çox sağ ol, çox sağ ol. Və yaxud bayaq qeyd elədiyim kimi bir kəlmədir, eyni mənadadır, amma müxtəlif cür istifadə olunur. Hər halda bir nəfər desə ki, bizə Quran yetər, ondan 2 sual soruşursunuz. Birinci, bu balığı məsələsi ki, Allah deyir, meytə haramdır, yemək, ölü heyvanı yemək haramdır, balığı niyə yeyirsən? Allah deyir, qan haramdır, heyvanın bədəni də qandır, niyə heyvanın qaraciyərini yeyirsən? Qaraciyər hələ bütöv qan deməkdir, başqa heç nə yoxdur orada. Niyə onu yeyirsən? Desə ki, yox, axıcı, qeyri-axıcı, onda Quran ona yetmir. Gedir hədisdən götürür ki, hədis mənə kifayət eləyər. Peyğəmbər və əhl-i beytinə salavat çəkir.